Deməli dostlar, artıq nə Instagram, nə TikTok, nə YouTube heç bir platformadan istifadə etməyəcəm. Hər birini bağlayacağım. Artıq heç birindən istifadə etməyəcəm. Bu neçə il sizlərlə bərabər həqiqətən də mənim üçün çox xoş oldu. Sonra hər kəsə salam, dəyərli izləyicilər. Hər vaxtınız xeyir olsun. Deməli dostlar, bugün sizlərlə çox pis bir xəbər bölüşəcəm. Deməli dostlar, artıq nə Instagram, nə TikTok, nə YouTube heç bir platformadan istifadə etməyəcəm. Hər birini bağlayacağım. Artıq heç birindən istifadə etməyəcəm. Bu neçə il sizlərlə bərabər həqiqətən də mənim üçün çox xoş oldu. Yaxşı ki, sizin kimi gözəl, dəyərli izləyiciləri tanımışam. Bizi sevmişsiniz, dəyər vermişsiniz. Hər biriniz bizim üçün çox dəyərlisiniz. Sizlə tam səmimi söhbət edəcəm. Həqiqətən də 2016-dan mən Instagram işlədirəm. 2018-dən TikTok işlədirəm və YouTube-u da 2019-dan işlədirəm. Bilirsiniz, mahnı falan oxuyub atırdıq. Belə əyləncəli videoları hardasa 2 ay falan olar belə çəkirəm. Və hər birini çəkəndə çox xoş olub mənim üçün. Hər bir anımı sizlərlə bölüşmüşəm. Siz mənə bir başqa belə xoş təəssürat bağışlamısınız. Sizlə hər şey bölüşəndə, söhbət edəndə mənim üçün də çox maraqlı və çox əyləncəli olub. Hər biriniz bizim üçün çox dəyərlisiniz. Sizi çox sevirəm. Sizdən ayrı qalmaq çox çətin olacaq. Sizin üçün çox darıxacağım. Bilirəm ki, siz də mənim üçün çox darıxacaqsınız. Çünki biz həmişə bir ailə olmuşuq. Mən hər günümü sizlərlə bölüşmüşəmsə, bu bir ailə deməkdir. Tacir Səadət ailəsi. Bilirəm ki, mənim videolarımı anbaan gözləyən izləyicilərim var. Hər dəqiqəmi gözləyən izləyicilərim var ki, görən nə vaxt video paylaşacaq. Adi bir gün video paylaşmayanda həmişə yazmışsınız mənə, həmişə maraqlanmışsınız. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Siz tək izləyici yox, dediyim kimi, həm də bizim ailəmizsiniz. Biz demək olar ki, elə bütün günümüzü sizlərlə bölüşürük. Yəni elə bil ki, bizim evimizin içindəsiz də, bir sözlə belə. Yəni bunu demək çox çətindir. Sizdən uzaq qalmaq çox çətin olacaq. Amma ki, uzaqlaşmalıyıq. Yəni uzaqlaşmalıyıq deyəndə mən uzaqlaşmalıyam. Həm Instagram, həm TikTok, həm YouTube. Artıq bu platformalardan istifadə etməyəcəm. Artıq demək olar ki, heç bir sosial şəbəkədən istifadə etməyəcəm. Sizin üçün çox darıxacam. Ara sıra bəlkə Melis'in videolarını falan görərsiniz, amma mənim üzümü heç vaxt görməyəcəksiniz. Yəni, nə heç bir bloger məni paylaşım etməyəcək, nə özüm paylaşım etməyəcəm. Bir sözlə bütün səhifələrimi artıq donduracam, bağlayacam. Yerli divli Səadət artıq olmayacaq. Deyin görüm tam səmimi, mənim üçün darıxacaqsınız, yoxsa yox. Mən sevən neçə nəfərsiz. Nə bilim dostlar, bunu adi belə danışanda belə çox duyğulanıram. Sizdən uzaq qalmaq çox çətin olacaq, çox əziyyət olacaq. Səbəbini də sizə açıqlaya bilmirəm. Niyə mən Instagramı, TikToku, YouTube'u bağlayıram? Səbəbini sizə açıqlaya bilmirəm. İnşallah ki, hər biriniz məni anlayışla qarşılayarsınız. Nə bilim dostlar. Nə deyim? Mənim üçün çox maraqlıdır ki, siz məni hansı vaxtdan izləyirsiniz, neçə il bundan öncə izləmişsiniz və ya yeni izləyirsiniz. Bunlar mənim üçün çox maraqlıdır. Hər biriniz öz ürək sözlərinizi kommentdə yazarsınız. Hər biriniz fikirlərinizi mənlə bölüşərsiniz. Görün mənim üçün kimlər darıxacaq. Görün məni neçə ildir izləyirsiniz. İndi burada qızlarım var ki, iş görə məni izləyirlər. Yemək bişirə, hətta övladları ilə izləyən izləyicilərim var.
Bu arada böyüklərimiz də məni izləyir. Hər birinin əllərindən öpürəm. Balaca minnoş balalarımızı dişləyirəm yanaqlarından. Allah hər birinizin övladınızı qorusun inşallah. Allah hər birinizi xoşbəxt eləsin. Bu neçə ildə yaxşı ki, Allah mənə sizin kimi gözəl, tərbiyəli, ailə tərbiyəsi görmüş izləyici nəsib eləyib. Gözəl ailə qismət eləyib. Gözəl sizin kimi dəyərli izləyicilərim var. Nə deyəcəm bilmirəm. Əslində deyiləcək sözlər çoxdur. Sadəcə bilmirəm ki, necə danışım, nə edim. Hətta danışa çox pis oluram ki, mən sizdən necə ayrı qalacam. Mən izləyicilərimi çox sevirəm. Çox. Mən inanışlı dostlar, Melis olandan bilirsiniz ki, Melisə tək baxmışam. Və heç vaxt özümü tək hiss etməmişəm. Çünki daimi izləyicilərim həmişə mənə qəşəng motivasiya veriblər. Yanımda olublar. Nəyi bilməmişəmsə mənə bölüşüblər, öyrədiblər mənə. Məsələn, onlar bilmədiklərini mən bölüşmüşəm, mən öyrətmişəm. İnşallah ki, bu neçə ildə hər birinizə çalışmışam ki, yaxşı bir şeylər paylaşım, yaxşı bir şeylər bölüşüm. Nə bilim, artıq əksik hərəkətim olmasın. Hər bir izləyiciyə daha yaxşı motivasiya verim, daha yaxşı örnək olum. Heç kimə pis örnək olmamışam deyə düşünürəm. Yəqin ki, siz də elə düşünərsiniz. Həmişə çalışmışam ki, izləyicilərimlə yaxşı söhbət eləyim, yaxşı söhbətlər edim. Həmişə dostlar, bir sözlə sizlə ayrı qalmaq çox çətin olacaq. Bilmirəm, siz nə düşünürsünüz? Yəni, bunu deyəndə belə çox pis oluram. İnşallah hər birinizə həyatda uğurlar arzu edirəm. Hər birinizə xoşbəxtlik arzu edirəm. Allah hər birinizi xoşbəxt eləsin. Allah sizin həmişə üzünüzü güldürsün. Mən olmayan müddətcə gedib kimi izləyəcəksiniz? Mənim yerimi kim dolduracaq? Mənim yerimi kimsə doldura bilər dostlar. Düzün deyin görüm, tam səmimi, hə? Məndən ayrı qaldığınız müddətcə kimsə mənim yerimi doldura biləcək. Amma tam səmimi deyin. Oxuyacağım bütün kommentləri. Görün mənim yerimi kimsə doldura biləcək. Görün mənim kimi bacı tapa biləcəksiniz. Çətin. Təbii ki, bir zarafatdır. Məndən yaxşıları da var. Məndən yaxşılarını da tapacaqsınız, izləyəcəksiniz. Tez unudulacağım. Məni unudacaqsınız. Yəqin ki, tez unudarsınız. Vəfasızlar. Nə bilim dostlar, dayı deməyə söz tapıram. Sizlə bir istəyirəm sağollaşım, bir istəyirəm sağollaşmayım. Danışmağa da söz yoxdur. Yəni, xoş sözlərimin hamısını dedim. İndi elələri də var ki, mənim bu platformadan getməyimə sevinəcəklər. Sevinənlər artıq sevinə bilərsiniz. Çünki mən artıq bu platformalarda yoxam. Rahat nəfəs ala bilərsiniz. Amma məni düşünürəm ki, sevənlər daha çoxdur sevməyənlərdən. Siz nə düşünürsünüz? Çünki həqiqətən də o qədər xoş sözlər yazırsınız, o qədər gözəl sözlər yazırsınız. Oxuyuram, hər birini ürəyim açılır. Deyirəm ki, yəni Allaha min dəfə şükür edirəm ki, nə yaxşı mənə məhz belə izləyicilər vermisən. Düzdür, bu platformada bəzi insanlar var ki, ay nə bilim, yargıladı, onu dedi, bunu dedi. Yəni pis şeylər də oldu, yaxşı şeylər də oldu. Amma deyirik, azlıq çoxluğa tabedir. Elə izləyicilərim daha azdır. Yəni təbii ki, izləməyənlər də olar, qıraqdan gələnlərdir. Adama deyərlər, sevmirsən, niyə izləyirsən, niyə baxırsan, nə məcburdur. Mən şəxsən sevmədiyim biri olarsa, ümumiyyətlə mən tanımadığım insanı sevmirəm deyə bir şey yoxdur. Çünki mən onun qəlbini bilmirəm, onun ürəyini bilmirəm. Mən necə onu sevməyə bilərəm? Yəni bir insanı tanımadan yargılamaq olmaz. Bir insanın ürəyini bilmədən. Sən bunu şəxsi tanımırsan, bununla heç bir şəxsi tanışlığın yoxdur ki, sənin bundan zəhlən getsin. Bir insanın insanla şəxsi tanışlığı olar və ya bilsən hansı insandan zəhlən gedər? Pis örnək ola biləcək insandan, artıq əksik tanışa biləcək bir insandan,
nə bilim, danışığını bilməyən bir insandan insanın zəhləsi getsin. Amma mən məsələn adi belə nöqtə necə deyim, bir insandan xoşum gəlməzsə mən ona heç vaxt baxmaram da. Yəni nə məcburdur bir insandan əgər xoşun gəlmirsə girirsən altına, alırsan yalandan telefonu, başlayırsan kommentdə. Bu qız bu oğlana yaraşmır. İnanın Allaha, biz neçə il bu platformada olduq. Ən çox mənə gələn rəylər, bu qız bu oğlana yaraşmır. Oğlan arıqdı, qız kökdür. Nə bilim, qızın yaşı daha çoxdur. Bir də bunu qeyd etmək istəyirəm ki, dostlar, bilməyənlərin nəzərinə. Tacirlə mənim aramda cəmi 2 yaş fərq var. Bu 2 yaşında bizim üçün heç bir önəmi yoxdur. Bilirsiniz niyə önəmi yoxdur? Çünki adi məktəbə 1 il, 2 il gec gedirsən, yenə də sən ondan yaşıd sayılırsan. Yəni bu yaşıd sayılmaq deməkdir. Mən tacirdən 10 yaş, 20 yaş böyük deyiləm ki, əgər belə qınayırsınızsa, özündən 10 yaş, 15 yaş böyük bir bəylə ailə quran xanımları qınayın. Valla babası yaşında insanlarla ailə quranlar var, atası yaşında insanlarla ailə quranlar var. 2 yaş heç bir rol oynamır, yəni. 2 yaşın heç bir önəmi yoxdur və bu 2 yaş tək bizdə deyil ki, yəni gördükləriniz demək olar 77% insanlar, yəni xanımlar var ki, bəylərdən 2 yaş böyükdür. Yəqin ki, burada izləyicilərimin arasında da var ki, tanıdığı bir çox xanımlar var ki, yoldaşından yəni böyükdür. Biri var 10 yaş, 15 yaş, nə bilim 7 yaş, 5 yaş, 10 yaş böyük olsun. Onda nəsə, yenə də onda deməyə haqları yoxdur. Amma yəni nəsə də, yəni fikrini bir deyə bilər. Amma məsələn bizdə tacirlə mənim aramda 2 yaş fərq var. Onu elə şişirtmişdilər, elə böyütmüşdülər. Şükür indi onlar da düzəlib. Yenə görsən təkəmpük mesajlar falan gəlir. Amma onlar da düzəlib artıq. Yəni yavaş-yavaş bunu da öz axarında getməyə başladı. Yəni bu platformada dostlar, yəni bu platformada tanıdığım yaxşı insanlar da oldu, pis insanlar da oldu. Amma mən bunlardan yaxşı nəticə çıxartdım. Təbii ki, o tanıdığım pislərin sayəsində mən daha da yaxşı oldum, daha da yaxşı nəticə çıxartdım. Və Allaha şükürlər edirəm ki, yenə deyirəm, bunu dönə-dönə deyirəm. Sizin kimi izləyici qazandım, sizin kimi dəyərli xanım izləyicilərim var. Mənim demək olar ki, izləyicilərimin 70%-i ailəlidir, bir 30%-i subaydır və ən böyük xoşbəxtlik də odur ki, bunların hər biri xanımdır. Bu sosial şəbəkə elədir ki, xanım tərəfindən sevilməyi biraz çətindir. Amma mən min şükür ki, xanımlar tərəfindən sevilməyi bacarmışam. Hər biriniz mənə sevgi göstərmisiniz. Öz sevgi mesajlarınızı şərt o deyil, nə bilim, sevgi elə sevənə deyirlər. Xeyr, sevgi təbii ki, bir ananın sevgisi var, atanın sevgisi var. Sevgi elə bir şeydir ki, balaya olan sevgi var, ailəyə olan sevgi var. Yəni sevgi o demək deyil, təkə sevdiyin, nə bilim, ya oğlan ya qız arasında olsun. Təbii ki, yəni bacıya olan sevgi var, anaya olan sevgi var, övladı olan sevgi var, yoldaşı olan sevgi var və izləyiciyə olan sevgi var. İzləyicilər də həmçinin, yəni hər kəsin yeri qəlblərində bir başqadır. Mənim də sizin qəlbinizdə yerim bir başqadır. Nəysə, özümü yaman təriflədim, dostlar. Gedirəm deyə yaman təriflədim özümü. Eybi yox. Tərifli motola qurt düşər. Başqa nədən danışım? Nəysə. Bu platforma, dostlar, bu platforma mənə çox şey öyrətdi. İllərlə dost görsənib, yanımda olub, gedib arxamca danışanlarımı deyim. Nə bilim, mənə yalandan can deyib, qıraqda başqa cür danışanımı deyim. Həmişə mən hər kəsi öz qəlbim kimi görmüşəm. Kimsə mənə pislik eləyibsə, qarşısında susmuşam. Nə bilim, heç vaxt sosial şəbəkə oynamamışam. O qədər olub ki, məsələn, sosial şəbəkədən tanıdığım illərlə insan olub, arxamca danışıb, amma mən yenə də onu sosial şəbəkədə paylaşıb ifşalaşdırmamışam. Yenə də mən onu paylaşıb sosiallaşdırmamışam. Yəni izləyicilərə deməmişəm ki, bu mənim arxamca gedib oturub bunu danışıb, filan kəs bunu deyib. Allaha həvalə eləmişəm. Allah görsün, özləri görsün və qarşılıq güdən insanları gördüm. Necə? Məsələn, mənim övladıma nəsə eləyib, onun qarşılığında gözləyir ki, görüm səadət nə edəcək. Bəlkə mənim, nə bilim, sizə gələn vaxtı nəyimsə olmayıb, nəsə edə bilməmişəm. Sən indi bizə gələndə nəsə etmirsən. Yəni, siz necə, dostlar, hər şeyi pulda görmək lazım deyil. Məndən sizə bir məsləhət, indi nə vaxt burada olmasam da,
artıq bu sosial şəbəkədən uzaqlaşsam da sizə bir məsləhət edim ki, heç vaxt dost dediyiniz insanın arxasınca danışmayın, hörmətsizlik etməyin, üzünə gülüb nə bilim nəsə edirsinizsə ondan nəsə güdməyin. Hər şey pul demək deyil. Yəni dostluq pul demək deyil. Yəni hər şey pul demək deyil. İstər ailədə olsun, istər dostda olsun. Məsələn, adi ailədə belə hər şey pul demək deyil. Xoşbəxtçilik valla pulla olmur. İnsan əl-ələ verəndə zaten onların hər birini siz öz sıfırdan özünüz yaradırsınız. Daha da xoşbəxt olursunuz eləliklə. Nəysə, deyəsən dostlar, yaman çox danışdım. Dostlar, ürəyim baya doluymuş. Burada indi 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 paylaşımlarımızı edəcəm. O vaxtdan olan videolarımızı buradan yerləşdirəcəm. Görüm hansı vaxtdan bizi izləmişsiniz, hansı vaxtdan bizim yanımızda olmuşsunuz, bizi sevməyə başlamışsınız. Çox xanımlar var ki, deyir ki, Səadət xanım, mən əvvəl məsələn sizi sevmirdim, mənə itici gəlirdiniz. Elə bilirdim ki, yekəxanasınız, özünüzdən razısınız. Amma get-gedə izlədikcə, tanıdıqca gördüm ki, yox, elə deyil. İzləyicilərinizlə daha səmimisiniz, izləyicilərinizə çox dəyər verirsiniz. Mən ümumiyyətcə məni sevən, məni izləyən bütün izləyicilərimi öz ailəm kimi görmüşəm və hər birinə dəyər vermişəm. Hər birinin çalışmışam ki, mesajlarına yanıt verim, hər biri ilə can deyib danışmışam. Bunu siz şahidsiniz ki, mən heç vaxt izləyicilərimə hörmətsizlik etməmişəm. Bu platformada olan bir gündən indiyənə kimi mən izləyicilərimə heç vaxt hörmətsizlik etməmişəm. Heç vaxt onlara yuxarıdan aşağı baxmamışam. Əgər biz milyonlarla mahnılarımız baxış yığıbsa, milyonlarla videolarımız izlənibsə, nə bilim, yəni 100 minlərlə videolarımız izlənibsə, bunların hər biri məhz siz izləyicilərin sayəsindədir. Bunu heç kim danmamalıdır. Adi bütün məşhurlar belə, bütün istər bloger olsun, istər aparıcısı olsun, istər müğənnisi olsun, istər aktyoru, aktrisası olsun, bunlar sizin əziyyətinizi danmamalıdır. Mən belə düşünürəm, yəni heç bir məşhur olan bir insan sizin əziyyətinizi danmamalıdır. Əgər bir insan hansısa bir məşhurluq zirvəsinə yüksəlirsə, burada birinci Allah, ikinci siz izləyicilərin əl əməyi olub, zəhməti olub. Əgər siz baxmasaz, like eləməsəz, videoları bəyənməsəz, komment yazmasaz, bu video irəli getməz, bu insan tanınmaz. Deməli, bu insan tanınırsa sizin sayənizdədir. Və əgər bir insana yaxşılıq edən bu izləyicilər bunu qaldırır da, düzdürmü? Bu insan bu izləyicilərə dəyər verməsə, demək ki, bu insan qanmaz insandır. Yəni, necə deyim, hörməti itirəndir, zəhməti itirəndir. Bəzən olur ki, məsələn, görürsən, izləyicilər paylaşır, hansısa bir məşhur müğənniyə yaxınlaşır, müğənni belə eləyir, nə bilim, oradan belə gedir. Elə olmamalıdır əslində. Çünki siz eləyən məhz bu izləyicilərdir. Bu izləyicilərin sayəsində bu yerlərə çatmışsınız. Bugünkü gün evinizə çörək aparırsınız. Bugünkü gün siz bunların hər birini bu izləyicilərə borclusunuz. Ona görə də hər birimizin, yəni bu tanınmış insanların hər birinin borcudur ki, izləyicilərə hörmət eləsin. Heç bir izləyiciyə yuxarıdan aşağı baxmasın ki, hə, mən məşhuram, mən tanınıram, nə bilim, mənim mahnılarım falan milyondur. İzləyici valla like eləməsə, sənin o mahnının heç vaxt 1 milyon ola bilməz. Və ya sənin kinonun 1 milyon ola bilməz. Və ya sənin, nə bilim, blogerin hansısa videoları milyon ola bilməz. Niyə özlərini dartırlar izləyiciyə qarşı? Mən bunu sevmirəm, buna qarşıyam. Həmişə çalışdığı qədər insan sadə olmalıdır. Çünki insan bugün var, sabah yoxdur. Gün səhər bu həyatı tutub qalmayacaq ki, bu gün səhər bu həyatdan köçəndə təbii ki, bir arxanca Allah rəhmət eləsin, gözəl insan idi, gedib bir Quran oxutursunlar ardınca. Yəni, yaxşı şeylər danışsınlar, pis şeylər danışmasınlar. Ona görə heç kimə qarşı insan özünü dartmamalıdır. Adi izləyicimiz olsun və ya yolda bir siryavi insan olsun. Heç kimə qarşı insan özünü dartmamalıdır, özünü yuxarıdan aşağı aparmamalıdır. Çünki hər birimiz insanıq, hər birimiz Allah qatında eyni insanıq. Heç bir fərqimiz yoxdur ki, duraq burada dartaq. Hər kimisə maşını var, kimisə evi var, kimisə nəyisə var. Valla o evi olanda, o kasıb olandakı olan ürək heç o boyda imkan olanda yoxdur. Ona görə insan gərək kasıb təbəqə, varlı təbəqə ilə arasında heç bir müqayisə etməsin, arasında heç bir
sərhəd qoymasın. İnsan gərək çalışsın, heç kimi yuxarıdan aşağı baxmasın. Allah elə edər ki, bugün sənə verər, sabah ona verər. Elə ki, deyir, əl-ələ yuyar, əldə qaydar üzü yuyar. Elə etmək lazımdır ki, səhərsi gün kimlənsə üz-üzə gələndə baş aşağı qalmayasan. Yəni, yenə deyirəm, bu həyat ölümlü, itimli dünyadır. Heç kim valla bu dünyanı tutub qalmır. Gedəndə də heç kim özü ilə nə var aparmır, nə dövlət aparmır, nə o milyonlarla baxışı aparmır. İnsan gərək gedəndə özü üçün hörmət qazansın, izzət qazansın, dost qazansın, izləyici qazansın, sevənlər qazansın. Yenə deyirəm, səhərsi gün onun ardınca kimsə artıq bir söz danışmasın, həmişə bir Allah rəhmət eləsin desin. İnşallah mən sizin ürəyinizdə necə bir sevgi qazanmışam yazarsınız. Görün mən sizin ürəyinizdə heç bu boyda da olsa sevgi qazanmışammı? Heç üzünüzdə gülüş yaratmışammı? Nə bilim, sizə yaxşı bir şeylər öyrətmişəmmi? Yazarsınız dostlar. İndi isə artıq sizlərlə sağollaşıram. Və buradan bəzi mənim bu platformadan getməyimə sevinənlərə demək istəyirəm ki, sevinməyin. Çünki bu bir izləyicilərimə qışqırtmaydı. Bu mənim izləyicilərimə olan bir qışqırtmam idi. Sizə demişdim ki, sizə çox pis bir qışqırtma edəcəm. İndi burada bəziləri sevinir. Saadət gedir, Saadət bu sosial şəbəkəni silir. Da gəlməyəcək, da gedəcək, bir də onu görməyəcək. Yuxuda bütün günü də məni görəcəksiniz, gözləriniz mazal olacaq. Əksinə daha da tez-tez videolar paylaşacağım. Dostlar, təbii ki, bu bir qışqırtmadır. Hər birinizi çox sevirəm. Deyin görüm, sən Allah, pis olanlar oldu. Amma tam səmimi deyin. Pis olanlar oldu. Mən heç sizdən ayrı qala bilərəmmi? Mən heç sizdən uzaqlaşa bilərəmmi? Siz mənim ürəyimsiz. Dəyərli ailəmsiz, bacılarımsız. Həqiqətən də sizi çox sevirəm. Yaxşı ki, mənim izləyicilərimsiz. Hər birinizə sonsuz təşəkkür edirəm. Bilirəm ki, bu videoya baxıb hətta gözü kövrələnlər oldu. Gözündən yaş belə gələnlər oldu. Çünki mən izləyicilərimə elə bir sevgi bəxş etmişəm. İzləyicilerimin qəlbində elə bir sevgi yaratmışam. İzləyicilərim mənim üçün çox, amma çox dəyərlidir. Buradan sevgimi sizə çox yansıda bilmirəm. Bilmirəm, yansıtıram yoxsa yox, görsənir yoxsa yox. Amma həqiqətən də izləyicilərimi çox sevirəm. Sizlə bərabər mən daha çox xoşbəxtəm. İnşallah ki, Allah qismət eləməz, mən bu platformalardan gedim. Çünki mən sizlə həqiqətən çox xoşbəxtəm qızlar. Siz orada yazırsınız, nə bilim, xoş sözlər yazırsınız. Mən adi videolar çəkəndə necə Allah şahiddir ki, mən videolar çəkəndə necə sevinə çəkirəm ki, adi izləyicilərimlə bölüşəcəm. Tacir deyir, bəs də Saadət, nə qədər çəkirsən? Deyirəm, yox, bunun hamısını izləyicilərimə göstərməliyəm. İzləyicilərim bunu görməlidir. Bəlkə deyirəm, harası getməyənlər var, evdə oturanlar var. Baxıb motivasiyalılar, nə bilim, baxıb ürəkləri açılır. Həqiqətən də o qədər xanımlı izləyicilərim var ki, harasa çıxa bilmirlər, harasa gedə bilmirlər. Mən də onun üçün çəkib bölüşürəm ki, onlar sıxılmasınlar, darıxmasınlar. Bacıları onlar hər yeri gəzdirir. Dostlar, hər birinizə təşəkkür edirəm videomuzu sonucan izlədiyiniz üçün. Həmişə bacımı etmişəm, qardaşımı etmişəm, nə bilim, tacir etmişəm, anamı etmişəm, qaynanamı. Demək olar ki, hamıya qışqırtma etmişəm. Bir siz qalmışdınız. Təbii ki, sizə də qışqırtma etməliydim. O gündən sizi uyarıram ki, dostlar, sizə çox möhtəşəm bir qışqırtmam var. Hər birinizi çox sevirəm. Dostlar, və hər birinizdən bir xahiş etmək istəyirəm ki, zəhmət olmasa, bu videomuz primer bitən kimi kanalda paylaşılacaq. Yəni canlı bitən kimi kanalda paylaşılacaq. Videolarımızı like eləyib, qayd eləməyi unutmayın. Və əsasən, əgər kanalımıza abunə olmayan varsa, kanalımıza abunə olmağı unutmasın. Hər birinizi çox, amma çox sevirəm. Öpürəm sizləri. Özünüzə yaxşı baxın. İnşallah sabah daha da maraqlı, daha da əyləncəli video gələcək. Öpürəm bir daha hər birinizi. Hələlik.